Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Poş qəsəbəsində, yəni Paşdavoyda təcili olaraq deməli 5 mərtəbəli binanın ikinci mərtəbəsində əla və keyfiyyətli təmir olunmuş, bax konkret 2 otaqlı mənzil satılır. Qiyməti həqiqətən bu gün üçün çox insaflıdır, yəni 57 min manatdır. Bax bura deməli böyük otaqdır. Mənə elə gəlir ki, harısı 50 kvadrat metrdir buranın ölçüsü. Hal-hazırda mən sizə deməli böyük otaq göstərirəm. Qarşıda gördüyünüz deməli balkon otağa birləşdirilib, yəni bunu görmək mümkündür. Onu da deyim ki, polu taxtadır, yəni başqa material deyil. Yenidən mən sizə qapıdan giriş hissəsini göstərirəm. Yəni onu demək istəyirəm, qapısı dəmirdir. Bura qlavdovkadır. İndi isə ikinci otağa keçirəm. İkinci otağın ölçüsü hardasa 4-ün 4-ü olmalıdır. Bax yenidən polunu görmək mümkündür. Yəni möhkəm materialdır, bağışlayın. İndi isə bax qarşıda belə bir deməli şkafçıq görürsüz. Bu belə deməli bax bu pəncərənin arxası açıq tiplidir. Balkondur. Sağ tərəfdə qladovkası var. Qiyməti dediyim kimi 57 min manatdır. Mənə elə gəlir ki, qiymətində bir balaca razılaşma olmalıdır. Bildiyiniz kimi deməli Paşdavoya 7, 6 və 9 A nömrəli marşrutlar işləyir. Hal-hazırda hamamını görmək mümkündür. Stil sistem kolonkadır. Bax yuxarıda təxminən mənə elə gəlir ki, harısı 800 litrlik su bakı var. Yenidən mən sizə deməli hamamını göstərdim. Bura isə bax bu zonadır. Bildiyiniz kimi bu mənzillərdə sənəd çıxarışı olur. Yəni asan xidmətdə alqı-satqı gedən sənəddir. Bundan başqa ipoteka yararlıdır. Yəni binanın tikildiyinə görə. İndi isə mən sizə mətbəğini göstərirəm. Bax mətbəği hardasa 3-ün 3-ədir. Bəlkə ola bilər bir balaca böyükdür. İndi isə bax hal-hazırda deməli buranın bax burada vəziyyət belədir. Bura həm mətbəx kimi istifadə olunur, həm otaq kimi. Ancaq mətbəği qarşı tərəfə keçiriblər. Bura bağlı tipli vaxtilə deməli açıq tipli olub. Hal-hazırda bağlı tipli balkondur. Bax mətbəx mebeli evdə qalacaq. Bildiyiniz kimi Paşdavoyda 37 nömrəli orta məktəb, həmin məktəbin yanında uşaq bağçası yerləşir. Eyni zamanda 26 nömrəli deməli orta məktəbdə yaxınlıqda yerləşir. Bax belə sizlərə uğurlar.